Uzun aradan sonra Qarabağın Çempionlar Liqasının liqa mərhələsində son ev oyununa gəlib çıxdı. Qarabağ Eintracht Frankfurt. Ümid eləyək ki, doğrudan liqa mərhələsində son ev oyunudur. Ona görə o dedim də. Yəni Çempionlar Liqasında bu sezon son oyunu deyil ən azından. Ümid eləyək. Deməli, oyundan qabaq nəyi vurğulamaq lazımdır? Bir, deməli, Qarabağın hal-hazırda qələbəyə mütləq şəkildə ehtiyacı var. Artıq səhv etməyə, xal itirməyə şansımız yoxdur. Çünki son turda Liverpool'la oynayırıq səfərdə. Digər tərəfdən isə məsələ ancaq və ancaq qələbədən deyil, həm də digər komandaların da necə oynayacağından asılıdır. Ona görə burada Qarabağın müqəddəratı tam da öz əlində deyil. Ona görə də amma yəni 90% belə deyək ki, şans ola bilər bu oyun olsa. Hə. Amma ilk öncə bu oyunu udmaq lazımdır. 100%. Gözlənilməz bir şey baş verdi. Mən də səhərdən baxıram ki, səfər tribunası boşdur. Amma ora adamlar gəlmişdi, çünki şəkilləri və videoları var idi sosial şəbəkələrdə. Baxıram fan sektoru boşdur. Sən demə onlar neçənci sektordur? 18-ci, 19-cu sektordadır. Bu günləri uşaqlar Qaylar olmuş bir şeydir. Onların hesabından bizim tribunalar da susmayacaq. Hə, razıyam. Çünki bütün oyun ora baxacaqlar və hardasa Frankfurt azarkeşləri Barcelonaya vaxtı elədiyi şeyi Qarabağa qarşı eləmək istədir. Amma bilməm bu nə qədər də yaxşı fikirdir. Ən azından qaynar Qarabağ fəaliyyətlərinin arasında. Bəli sürprizlərlə başladı. Hakimlər briqadasının səhv eləmirəmsə rasiyaları işlədir. Deyir biz öz topumuzla oynayaq, siz də öz topumuzla oynayın. Belə 100%. 0-0 eləyə gedək də. Ya 0-0 bizə sərf eləmir bu günləri. Nəsə ki oyun başlamamış bizə sürprizlər verdi. Deyəsən rasiyalar. Ümid edirəm ki bu günlərin nəticədə sürpriz olar. Geniş qlobal azarkeşi 5-0. Hə. Ya Frankfurtun 5-0-dan xoşu gəlir. Amma orada bu günlər qırğın olacaq. Bu günlər orada qırğın olacaq və bəlkə ora gedək. Təsəvvür elə. Nəsə ki oyun birazdan başlayacaq. Oyun biraz gecikir. Görək bizi nə gözləyir bu günlər. Zubur, ben Cafer Gülüm. Əla. Oku demişken, getsə. Həri. Başladıq. Bax belə. İndi nə yazımızda saxlamaq lazımdır? Qatılamaq lazımdır. Ayaqsan oyun. 100%. Və tempi bıraxmaq. 100%. Əla. Və qəflətən vurduğumuz qol kimi də qəflətən gol buraxdıq. Və mən hətta çəkmədim, çünki artıq elə bildim ki, topu Qarabağın futbolçuları götürüb. Yəni çox belə anlaşılmayan bir pauza baş verdi meydanın mərkəzində. Dikali topu götürmüş kimi oldu, amma yekunda topu itirdi. Və zərbə də belə qüvvətli deyil idi əslində, amma necə qol oldusa ruhumuz necə Eintrachtın bir də keyfiyyəti çox xoşuma gəldi komanda olaraq.
həmişə pressing altında bir oyuncusu özü üçün çox əla boş zona tapır. Bu, yəni nə hansısa Qarabağın oyuncusunun səhlənkarlığından və yaxud hansısa başqa səbəb bu oyuncuların bu keyfiyyəti çox yüksək səviyyədədir və bir oyuncu həmişə çox yaxşı açılır. Və onu ilə də çıxırlar. Çatacaq bir nəfər ünvan var həmişə. Bu çox yaxşı dəqiqətən. Bu dəfə solca yox. Almanlar bu günləri müdafiədə yaxşı oynayırlar. Həqiqətən də yaxşı oynayırlar. Baxmayaraq ki, ara-sıra Qarabağ elə bil ki, o layların arasından bir dərmə-deşik tapıb hücuma keçir, amma ümumilikdə götürsək, Eintracht müdafiəsi bu günlərdə oradan da çox inamlı görsənir və çox sıx oynayırlar, çox kompakt oynayırlar. Ona görə Qarabağda bəzən elə bil ki, bilmir neynəsin, axtarır, çevirir, bir cinahdan o birisi cinaha hələ alınmır. Amma ümid eləyək ki, divarı da deşib keçəcək. Hədə o da var. Peki, ilk hissə tamamlandı. 1-1 tamamilə fərqli hisslər yaşayıram əslində. Niyə görə? Çünki ilk hissənin ilk yarısını, ilk hissəsini, ilk 15 dəqiqəsini belə deyək. Qarabağın adına hardasa yazmaq olar, amma buraxılan top məmmalı. Time'ın ortası bir mənalı olaraq mənə elə gəlir ki, Frankfurtun tərəfində həm hücumlar, həm müdafiə çox yaxşıdır. Son 15 dəqiqə işıq görsəndi. Bax, o işıqdan yapışıb necə deyərlər, ikinci hissədə o oyunu qurmaq lazımdır və bu bizim əsas ideyamız olmalıdır mənə elə gəlir. Görək müəllim nə edir Razdivalkada. Görək, ikinci hissəyə yollanırıq. Uğurlar, hələ ki hər şey əlimizdədir, öz əlimizdədir və bundan maksimal dərəcədə istifadə etmək lazımdır. Deməli, mənim əziz və dəyərli izləyicilərə mənə bütün məsələni izah elədilər. Nəyə görə Frankfurt azarkeşləri burada əyləşir. Deməli, əslində Ultrasları Bakıdakı olan oyuna girişi qadağan idi. Çornu giriblər. Çornu. Sağ olsun bizim Qarabazar. Yəqin girib tiketdən biletləri alıblar sadəcə. Qeydiyyatdan keçib rahat alıblar. O da ola bilər. Bizdə rahatdır da o sistem. Ay sağ ol. Gələ. Bu da sənin üçün sistem. Bu da sənin üçün reklam. Amma əgər bu Qarabazardırsa bu çox gülməlidir yəni. Bu çox gülməli, bu biabırçılıqdır. Ya inanmıram Qarabazar olsun. Amma belə çomlu giriblər içəri. Yox qardaş, ola bilməz də ki, bir sektor tam olaraq, yox da ya inanmıram. Ola bilər təkdir, 10 nəfər burada, 5 nəfər burada. Bir sektorun yalnız və yalnız bir fanatlar tərəfindən alınması, yəni burada mümkünatı yoxdur. Bəlkə Almaniya səfirliyi onlara kömək eləyib almağa və əvvəlcədən Qarabağla bir danışıq əldə edib. O da ola bilər. Deyirsən? Ola bilər, niyə də yox? Mənə gəlir ki, yenə də Qarabazardır. Yenə də Qarabazardır və əgər bu Qarabazardırsa, bu biabırçılıqdır. Həqiqətən də biabırçılıqdır və gülməlidir. O sabah idarədə olanda araşdıraram. Və qərar alınıb ki, yerimizi dəyişək və daha yaxından oyunu izləyək. Ona görə də əgər sizə elə gəlsə ki, Qarabağ iki hissədəki eyni qapıya hücum edir, təəccüblənməyin, heç bir problem yoxdur. Sadəcə olaraq tamamilə əks tərəfə. Biz öz tərəfə gəldik, keçdik və düz bizim böyrümüzdə Argentinanı ilk dəfə çempionluqdan məhrum edən adam isinir. Ana. Mario Götze, bəli, tamamilə doğrudur. Yadımdan çıxmışdı. Salam Mario.
Mislidə Kevin Midinanın hər oyun bir dənə sprint atmaqla stavka olsaydı hər oyun Partladardı, demə daha. Dayanmadı, bildiğin bir 100 metreye yakın qaçdı da əməlli başda. Bravo hər Kevin. oyunda bunu eləyir. Bağışla ki, səni rəsmi rəmzi milliyə salmadım, amma bu azarkeşlər seçimidir, mənli deyildi. Məndən olsa sən bunu ürəyimsən. Eintrachtın futbolçuları öz fiziki göstəricilərindən olduqca yaxşı istifadə Çox edə yaxşı bilirlər. istifadə Çox yaxşı. edirlər, yəni. Və onlara qarşı bu birəbir mübarizələrə girmək, bu dribling, texnika, onu anladım, bunu anladım söhbəti keçməyəcəkdi. Yəni bu o tip komanda deyil də. Amma artıq dəfələrlə də ki, biz Zubirdir, Durandır, Mantiel'dir, Elvin'dir. Bir dənə Kevin də elə alınır o. Kevin də o başqa aləmdir də. Amma yəni belə bu plan işləməyəcək uşaqlar. Bu açıq aydın görülən bir məsələdir. Buranın epizodunda necə penaltı olmaya bilər? Necə penaltı yəni burada necə penaltı olmaya bilər? Epizod bitib, hakim vara baxmalıdır məncə. Yəni məncə var idi təmas. Belə rahatçılıqla yəni orada elə belə yıxılmazdı. Mənim şəxsi fikrimdir. Hakim işarəsi ilə göstərdi ki, vardan xəbər elədilər, penaltı yoxdur. Öpürəm. O iki momenti oyun bitsin sonra baxarıq. Hə. Amma birinci epizodu yaxşı qoyduqlar, amma ikinci epizoda nəsə mənə elə gəlir ki, belə baxmaq olardı. Baxmaq lazım. Ən azından baxmaq olardı. Ya da bu işdə bir pozma. Mənə də elə çatdı ki, yəni Ya orada penaltı verməyin heç bir mənası yox idi. Oradan da elədir. Yəni adi mübarizə idi də bu da. Yəni orada nə epizod var idi ki, orada yıxılmalı. Yıxılmalı başa düşdü, yıxıla bilər, mübarizədə də yıxıla bilər. Amma orada penaltı ilə nə var idi? Gözəl. Bir dənə də bundan elə də baxdım, yoxdur. Təbii ki, müzakirələrə səbəb olacaq. Təbii ki. Qəti surətdə heç vara getmək istəyi belə yox idi bu epizodda və bu istər-istəməz suallar doğurmalıdır. Yəni bu mümkün deyil də ki, bu ən az bu qədər əmin epizod deyil idi ki, sən belə rahatçılıqla bildirəsən ki, yox, vara getmək heç bir mənası yox idi. Yox, uşaqlar, yox. İşte təkrara da baxdıq hal-hazırda canlıda, yəni bu penaltı deyildi, bu cəfəngiyatdır, bu yenə də bilmirəm, Qarabağın başı kimin başına ağırlıq edir, nə olur, nə olmur, amma yəni burada bir qram penaltı yox idi, bir qram şübhə belə yox idi. Şairin bir daha bomba sözü var. Oğulluqla Melih'in ömrü 40 gün olur. Burada heç 4 dəqiqə belə keçmədi, bir 2-2. Tabii ondan hesab bərabərləşir. İlk goldakı kimi hələ isə bitirib 10 dəqiqə vaxtımız var və Qarabağ bu oyundan qələbədən ayrıla bilər. Ən azından bu epizod üzərindən haqq ədalət öz yerini tapdı. Yaba indi Adayla meydana çıxmalı çox vacibdir. Adayla Kaşuk oyuna girəcək. Adayla razıyam amma Kaşuk Bəlkə də indi əsl yeridir. Mən görək. Camilo ilə çox güman ki, Leandro meydanı tərk edəcək. Mənə elə gəldi ki, bu penalın olmağı, ilk öncə bizim penalın verilməməsi, sonra bu penalın olmağı Qarabağın oyanmağına bir səbəb oldu. O da var. Amma bunu biz oyunun axırında biləcəyik ki, bu nə üstünlüklər verdi bizə bu epizod təbii ki. Sonlarda çox açıq oyun gedir. Çünki hər iki komanda qələbə lazım. Dəhşət açıq oyun gedir. Bu qədər Kaça elədi bildiyin, sağ sol. FIFA pultum evdə qalır. Arda oyuna çox yaxşı qoşuldu. Və son dəqiqələrdə bizə lazım olan o impulsu verir hələ ki, görək. Getdin. Zubir.
Get, gücdən zərbə. Son dəqiqələrdə gücdən zərbə qazanırıq uşaqlar. Son dəqiqələrdə gücdən zərbə qazanırıq və maksimum istifadə eləmək lazımdır. Artıq keçənin heç bir mənası yoxdur, tam sən. Keçənin heç bir mənası yoxdur. Gəlin etiraf edək ki, biz Enfieldda bu videoda böyük möcüzə gözləmirik. Bəli, Liverpool'un çox belə nadinc mövsümü geçir, amma bu günləri burada qələbə bizə mütləqdir. Vəssalam. Orada nə olar, amma burada qələbə mütləq lazımdır. Yankovic ötürməsi. Yox, pis ötürməkdir bu. Pis ötürməkdir. Pikalyo. O penaltını götürüb büküb. Yox, xeyri dəydi, xeyri oldu. Çünki ona qədər, həmin o qola qədər Qarabağ sönmüşdü. O penalti və haqsız penalti olduğundan Qarabağ çox irəli atıldı və 2 gol vurdu. Bu uşaqlara halaldır. Məməla. Camilo Duran 100%. Onu da yaxşı seçilməli idi. Bravo. Mən söz tapa bilmirəm uşaqlar. 10 xal. Çempionlar Liqası liqa mərhələsində 10-cu xalı qazanırıq. Play-off'a çox yaxınıq. Və əgər səhv eləmirəmsə deyəsən 24-də yeri qaratamışam, amma yendirəm. Axşamki oyunlara nəzər salmaq lazımdır. Bütün oyunlara baxmaq lazımdır. Bu fantastika uşaqlar. Yatsaydıq mövsüm əvvəlində bu yuxumuza girməzdi, amma bu baş verir. Qar yağdı, dedim bu günləri it günündə olacaq, oyun çətin olacaq. Olurdu da əslində. Nə bilim, qol vurduq, bıraxdıq. Hakim uğraşdıq elədi, çıxartdıq. O qədər bir dənə məsələ deyim, bilməm, qəbul edirsə bunu yoxsa yox, amma 4 ev oyunu izləmişik Qarabağın Çempionlar Liqasında bu mövsüm. Eintracht Frankfurt, hətta Chelsea-ni nəzərə alaraq belə ən çətin rəqib idi. Mənim fikrimdə ən çətin. Çünki oyunun harca 70-ci dəqiqəsində ümumiyyətlə işıq belə məqamı yox idi ki, biz bu komandaya qol vura biləcəyik. Amma hakimin etdiyi səhv bizim elimizə işlədi və gələ. Qarabağ sadəcə xodlamaq lazım və bu alındı. Bravo! Mən söz tapa bilmirəm uşaqlar. Darıxmışdı. Bu istər üçün darıxmışdı. La. İndi bir dənə məsələ var, o Eintracht'ın möhtəşəm fanatlarını belə salamlamaq olar. Evə göndərmək olar. Öpürəm Mansa. Şvayne.